Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən təlimçi Jalə Hüseynli. Bugün sizlərlə 5-ci sinif 1-ci hissənin ümumi təkrarına toxunacağıq ki, öyrəndiklərimiz yadımızdan çıxmasın. Siz də istəsəniz öz qeydiyyatlarınızı yazıb götürə bilərsiniz. Gəlin başlayaq. Burada ilk bölmədə birinci mövzumuz mahnılardan olduğuna görə elə mən də mahnılar barəsində danışmaq istəyirəm. Demək müəllimlər, baxaq görək mahnı necə yaranır. Müəllimlər, mahnı şeir və musiqinin vəhdətindən yaranacaqdır. Hər hansısa bir mahnını yaratmaq istəsək, əgər biz təbii ki, birinci ona şeir yazılmalıdır, daha sonra şeirə uyğun musiqi bəstələnməlidir. Çünki baxmalıyıq görək şeir xaraktercə necədir. Şəndirsə şən musiqi yazmalıyıq, qəmlidirsə qəmli musiqi yazmalıyıq. Və mahnılar da yaranma üsuluna görə 3 yerə bölünürlər. Müəllimlər, hansı yerə bölünürlər? Yəni bu hansı növləri var mahnıların? Gəlin baxaq. Mahnılardan ən başlıca yazmalıyıq bura xalq mahnısı. Daha sonra gəlir burada bizdə deməli aşıq mahnısı. Və bir də gələcək dinə sonda bəstəkar mahnısı. Baxın, bunları ən sadə tərzdə, yəni hansı üsulla yaranır, necə yaranır, yadda saxlamağın yolu budur ki, xalq mahnısının həm musiqisini, həm şeirini, yəni sözünü xalq yaradır. Adı üstündə, çünki bu xalq mahnısı daxı müəllifi məlum deyil. Aşıq mahnısının həm musiqisini, həm də şeirini kim yaradır? Təbii ki, aşıqlar. Bəstəkar mahnısında isə bu xüsusiyyət tamamilə fərqlənəcək. Bəstəkarlarımız şeir yaza bilmədiklərinə görə əksəriyyəti, ona görə də bəstəkar mahnısı yaranan zaman deyirik ki, bunun sözlərini şair yazır. Yəni şair sözü və bəstəkar melodiyası. Şair sözü və bəstəkar melodiyası birləşir, əmələ gətirir nəyi? Bəstəkar mahnılarını. Yox, əgər aşıq mahnısını soruşurlarsa bizdən, aşıq musiqisinin həm sözlərini, həm də melodiyasını elə aşıqlar özləri yaradır. Xalq mahnısını soruşurlarsa, xalq mahnısının musiqisini və sözlərini, yəni şeir hissəsini elə xalq yaratmış olur. Keçək digər vacib məqamlardan birinə. Normalda biz həmişə demişik ki, mahnılar 3 üsulla yaranır. Xalq mahnısı, aşıq mahnısı və bəstəkar mahnısı. Bunlardan xalq mahnısıdır ki, bunların sözləri və musiqisinin müəllifləri məlum olmur. Ancaq müəllimlər, bəzi mahnılarımız var. Baxın, o mahnılara misal gətirmək istəyirəm. Hansılardır? Deməli, Qəmərim. Sonra Ay qəşəng ceyran. Sonra Ay qara qız. Ən məşhuru Şuşanın dağları. Bir də müəllimlər, Qubanın ağalması. Baxın, bu mahnılar hər biri xalq mahnısı olsa da, baxın, bunlar hamısı xalq mahnısıdır. Bu mahnıların hər biri xalq mahnısı olsa da, bunların sözlərini və musiqisini, baxın yazıram buradan, sözləri və musiqisi
kimə məxsus olacaqdı? Xan Şunskiyə. Anlayıram ki, sizdə belə bir sual yaranır ki, o zaman müəllim, yaxşı, bəs bunun musiqisi və sözləri deyirik Xan Şunskiyə məxsusdur. Bəs onda biz öz dediyimizi təqzib eləmiş oluruq axı. Biz çünki dedik ki, hansı ki xalq mahnılarının musiqiləri və sözləri xalq tərəfindən yaradılmalıdır. Müəllifi məlum olmayan mahnılardır. Bəs niyə biz bilirik ki, burada yazmış olduğumuz 5 dənə mahnının müəllifi Xan Şunskidir? Baxın, müəllimlər, birinci Xan Şunski, bunu vurğulayaq ki, bəstəkar deyil. O, adi el musiqiçisidir, xanəndədir. Xanəndədir və elə el musiqiçisidir. Baxın, sadə xalq çox zaman onların axı musiqidən məlumatı o qədər də yox idi. Sadə xalqdan söhbət gedir və onların əksəriyyətinin musiqilərdən çox da xəbəri yox idi. Ta o zamanlardan bəri yaranmış olan bəzi xalq mahnıları var ki, elə bax onlar el xanəndələri, el musiqiçiləri tərəfindən yaranıb və xalq mahnısı kimi tanınıb gəlib bu günümüzə çıxıb. İndi bu Xan Şunskiyə məxsus olan Qəmərim, Ay Qəşəng Ceyran, Ay Qara Qız, Şuşanın dağları, sonra Qubanın ağalması mahnıları da bəstəkar mahnısı sayılmayacaq, xalq mahnısı sayılacaq. Çünki Xan Şunski bəstəkar deyil. Xan Şunski el musiqiçisidir və o sadə bir xanəndə idi. Biz ona deyə bilmərik ki, ona görə də bu adamın yazmış olduğu musiqilər biz bəstəkar mahnısı kimi götürməliyik. Bax, bu hansı testdə sizin qarşınıza çıxsa, bunu səhv götürəcəklər. Məsələn, sizə düşə bilər ki, hansı xalq mahnılarının bəstəkarı Xan Şunski olub və yaxud da hansı xalq mahnılarının, daha doğrusu heç bəstəkarı sözünü işlətmək də düzgün deyil, musiqisi və sözləri Xan Şunskiyə aiddir. O zaman siz seçəcəksiniz həmin bu mahnıları. Bax, burada yazmış olduğum 5 dənə mahnını. Və yaxud da heç Xan Şunskinin adı çəkilmir. Eləcə sizə verilibdir ki, şagirdlər xalq mahnıları ətrafında təqdimat hazırlamaq istəyirlər və siz orada hansısa bu 5 dənə mahnıdan birinin adını görsəniz, elə bunları xalq mahnısı kimi də qəbul eləməlisiniz. Daha Xan Şunskinin burada adı çəkilir deyə biz deyə bilmərik ki, bunlar bəstəkar mahnısı sayılmalıdır. Bax, bu fikir tamamilə yanlış fikirdir. Bir də bizim bir dənə də burada bir mahnımız var. O mahnı bizim müəllimlərimizi çox deməli çətin vəziyyətə salır. O mahnıya toxunmaq istəyirəm. Baxın müəllimlər, bizim bir də Vətən oğlu adlanan bir mahnımız var ki, bax bu mahnı xalq mahnısı deyil, aşıq mahnısıdır. Yəni sizə düşsə ki, tutalım şagirdlərə tapşırılıq verilibdir ki, xalq mahnılarından təqdimat hazırlasınlar. Tutalım hansısa bir şagird gətirib Vətən oğlu mahnısı haqqında təqdimat hazırlayırsa, artıq həmin şagirdin işində yanlışlıq olacaq. Çünki bizə müəllim nə tapşırıq verib deyib xalq mahnısı ətrafında hazırlayın da. Amma şagird Vətən oğlu mahnısı ətrafında hazırlayıbdısa təqdimatını, o yanlışa yol vermiş olacaq. Çünki Vətən oğlu mahnısı, bax altını qırmızı xətlə xətləyirəm, aşıq mahnıları siyahısına daxildir. Və Vətən oğlu mahnısı ilə müəllimlər, bizim deməli Şuşanın dağları mahnısının müəyyən oxşar cəhətləri var. Şuşanın dağları. Baxın, bu mahnılar hər ikisi də şəndir və 8-də 6 xanə ölçüsünə malikdirlər. Ancaq fərqli cəhətləri nədir? Vətən oğlu mahnısı aşıq mahnısıdır, Şuşanın dağları isə xalq mahnısıdır. Sonra keçid eləyək artıq digər bir bölməmizə, hansı ki vokaliz və sözsüz mahnı idi burada. Baxaq görək, vokaliz və sözsüz mahnı var ki, illərdir düşən versiyaları var onların, vokaliz. Bunu yenidən yazaq.
Deməli, vokaliz bir də var sözsüz mahnı. Müəllimlər, baxın, vokalizlə sözsüz mahnının hər ikisində də söz olmur. Söz olmur. Nə vokalizdə söz olmur, nə sözsüz mahnıda söz olmur. Ancaq illərdir bizə situasiya tipli testlər düşəndə müəllimlər bu situasiya tipli testləri işləyən zaman bu ikisini seçməkdə çətinlik çəkirlər. İlk öncə gəlin baxaq görək, bax vokaliz nəyə deyilir? Vokaliz yalnız səslə ifa olunan sözsüz melodiyadır. Bəs müəllim, sözsüz mahnı nədir? Sözsüz mahnı isə sözdən istifadə edilmədən hər hansı bir alət və ya orkestr üçün yazılmış musiqidir. Testlərdə misal son 2 ildir daha doğrusu belə bir situasiya tipli test düşür ki, demək deyir ki, şagird deyir ki, mən elə bir mahnı bəstələmişəm ki, onun melodiyasını vokaliz yalnız öz səsi ilə ifa edəcək və orada sözdən istifadə olunmayacaq. Bax, artıq biz bu səs gördüksə, həmin o situasiya tipli testdə cavabı vokaliz götürəcəyik. Yox, əgər şagird sualı bu tərzdə qursaydı ki, mənim deməli yaradacağım mahnıda sözdən istifadə olunmayacaq, ancaq onun melodiyası hər hansı bir alətdə ifa olunacaq və yaxud da hər hansı bir orkestrda ifa olunacaq. Bu zaman həmin deməli biz janrı götürəcəyik sözsüz mahnı. Vokalizlə sözsüz mahnının oxşar cəhəti budur ki, hər ikisində söz olmur. Bir də vurğulayıram. Amma fərqli cəhətləri budur ki, vokaliz sırf melodiyadır. Bax, melodiya səslə ifa olunur. Məsələn, bax, do səsi ilə, do not demirəm ha, baxın, do səsi ilə, la hecası ilə, la hecası ilə və s. Vokalizdə əsas güc düşür oxuyan insanın səsinə. Çünki orada əsas melodiya səs vasitəsilə ifa olunur. Amma sözsüz mahnıda artıq orada notlar, belə deyim də, böyük rol oynayır. Çünki artıq orada bax, do səsi, hecası olmur, not olur. Sadəcə olaraq notlar verilir və musiqiçi həmin notlardan istifadə eləyərək sözsüz mahnını hər hansı bir alətdə və yaxud da orkestrda ifa eləyir. Artıq sözsüz mahnıda səs məsələsi olmur. Nə də ki, vokalizdə alət adı çəkilmir. Bax, bunları bir-birindən ən rahat tərzdə ayırmaq istəyirsinizsə, bu məqamlara diqqət yetirin ki, vokaliz yalnız səslə ifa olunan sözsüz melodiyadır. Yəni, onu oxuyan adam səsi ilə oxuyur. Melodiya, əsas melodiya səs vasitəsilə insana çatdırılır. Sözsüz mahnıda isə yenə söz olmasa da əsərin melodiyası səslə yox, bax, bir də vurğulayıram, səslə yox, hər hansısa bir alətlə, orkestrla ifa olunmalıdır. Və gəlin digər məqamlara toxunaq görək, ümumiyyətlə vokaliz barəsində. Müəllimlər, vokaliz uca səs tonu olan, uca qadın səs tonu olan soprano səs vasitəsilə ifa olunmalıdır. Bax, soprano uca qadın səsi. Uca qadın səsi ilə ifa olunmalıdır. Və Oktay Rəcəbov isə
Baxın, Şahzadə Qara Qızıl. Şahzadə Qara Qızıl cizgi filminə vokaliz bəstələyən şəxs olub. Şahzadə Qara Qızıl cizgi filminə vokaliz yazıb. Və sizi çaşdıra bilərlər. Bu Şahzadə Qara Qızılın adını verə bilərlər ki, məsələn, Göyçək Fatma və yaxud da verə bilərlər ki, Sərçənin sərgüzəştləri. Bax, o hamısı yalan deyir sizə. Sizi aldatmaq üçün eləyir. Oktay Rəcəbov deməli, yalnızca vokaliz adlanan musiqi nömrəsini Şahzadə Qara Qızıl cizgi filmi üçün yazıb. Nə Göyçək Fatmaya vokaliz yazmayıb, nə də Sərçənin sərgüzəştləri adlanan əsər üçün vokaliz bəstələməmişdi. Sonra gəlin baxaq, deməli bir də bizim digər bəstəkarlardan burada Tofiq Quliyevin adı çəkilir. Hansı ki, Tofiq Quliyev də Görüş kino filminə Arzular adlanan bir mahnı bəstələmişdi. Tofiq Quliyevin də yaradıcılığını yaxşı yadda saxlamaq lazımdır. Çünki bu bəstəkarın da yaradıcılığından suallar xeyli sayda düşür. Tofiq Quliyev Görüş kino filminin bəstəkarıdır. Və həmin filmə Arzular adlanan mahnını yazıb. Və müəllimlər, həmin bu mahnının xanə ölçüsü 4-də 3 ölçülüdür. Dirijorluq sxemi isə baxın budur. 1 və sonra əl belə gedəcək, 2 və daha sonra yenidən yuxarı istiqamətə qayıdacaq. 3 və 1 və 2 və 3 və şəklində həmin bu 4-də 3 ölçünü biz dirijorluq edəcəyik. İndi isə miqdə bizə düşən vacib məqamlardan biri nə idi? Baxın, miqdə bizə birincisi müəllimlər, Aysəf Zeynallı barəsində belə bir sual düşmüşdü ki, hər kəs yəqin burada bilir ki, Azərbaycanda ilk dəfə uşaq musiqisi repertuarının əsasını qoymuş olan bəstəkar Aysəf Zeynallı olub. Uşaq musiqisi repertuarını yaradıb. Bəs bunu hansı əsəri ilə qoyub müəllimlər? Bax, bu da sizi çaşdırmasın. Bu əsər adı Uşaq Suitasıdır. Uşaq Suitası adlanan əsəri ilə Aysəf Zeynallı Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoymuşdu. Və bura daxil olan pyeslərin adlarını yazaq. Kuklaların yürüyüşü, Uşaq və buz, rəqs, oyun, qoyunlar və sonuncu 6-cı mübahisə. Və bu miqdə bizi çaşdırmaq üçün necə vermişdilər? Yazmışdılar ki, Aysəf Zeynallı hansı əsəri ilə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub? Orada belə bir variant var idi. A bəndinə uşaq suitası yazmışdılar. Misal üçün deyirəm. B bəndinə kuklaların yürüyüşünü yazmışdılar. Və bir çox müəllim səhv salıb götürüb kuklaların yürüyüşünü işarələmişdi ki, ay müəllim, bəs uşaq suitasında birinci pyesin adı kuklaların yürüyüşüdür. Ona görə də biz düşündük ki, elə həmin pyesi yazıb da, həmin pyeslə qoyub da əsası. Müəllimlər, siz orada kuklaların yürüyüşünü seçməli deyilsiniz. Kuklaların yürüyüşünü seçsəniz, sizin fikirləriniz artıq orada
səhv götürüləcək, səhv qiymətləndiriləcək. Çünki kuklalar, bax bu 6 dənə, bax fərqi yoxdur. İstəyirsiniz siz orada gedin götürün Uşaq və Buzu, rəqsi və yaxud da ki Mübahisə adlanan pyesi. Bax siz orada bircə dənə Uşaq suitasını götürsəydiniz əgər, elə bax bu 6 dənə pyesin hamısı aid olacaqdı Uşaq suitasının içərisinə. Çünki elə həmin 6 dənə pyesdən ibarətdir də Uşaq suitası. Və qayda ilə də nə deyirik? Hansı əsərlə qoydu Asəf Zeynallı Azərbaycanda uşaq musiqisi repertuarının əsasını? Uşaq suitası ilə, kuklaların yürüyüşü ilə qoymayıb. Və bir ilisi də bizə belə bir sual düşmüşdü ki, hansı pyes uşaq suitasına aid deyil? Müəllimlər, bax, kuklaların yürüyüşündən başqa belə bir orada pyes adı verilmişdi. Kuklaların xəstəliyi. Belə bir pyes adı Asəf Zeynallının uşaq suitasında yoxdur. Həm də bir düşünək görək, niyə bir bəstəkar axı kuklaların xəstəliyi adlanan uşaq suitasına bir pyes daxil eləsin ki? Yəni hardasa belə deyək də müəyyən qədər şən xarakterli olmalıdır, uşaqların psixologiyasına uyğun olmalıdır. Ona görə də kuklaların yürüyüşü adlanan əsər uşaq suitasına aid olmayıbdır. Gəlin keçid eləyək digər janrlarda. Sözsüz mahnıdan biraz danışmışdıq. Bax, sözsüz mahnı janrında dedik ki, əsərin melodiyası alətlərdə və yaxud da hər hansı bir orkestrda ifa olunmalıdır. Alət və yaxud da orkestrda. Bax, qeyd edirəm, səs olmur. Nə də söz olmur. Müxtəlif xarakterdə olur, şən, qəmli, təntənəli. Azərbaycanda ilk yaradıcısı olubdur kim? Süleyman Ələsgərov. Bəs xaricdə ilk dəfə kim yaradıb? Baxın, Felix Mendelssohn. Və müəllimlər, hər iki bəstəkarın da bir nömrəli sözsüz mahnısı var. Lakin bu əsərlər bir-birindən fərqlənməkdədir. Məsələn, Mendelssohnun sözsüz mahnıları, bax Mendelssohnun sözsüz mahnıları fortepiano üçün yazılıb. Amma Süleyman Ələsgərov isə baxın, xalq çağı alətləri üçün yazıb həmin əsərlərini. Yalnız xalq çağı alətləri üçün yazıbdı Süleyman Ələsgərov. Onun bütün sözsüz mahnıları, xalq çağı alətləri orkestri üçün yazılmışdı. Sizi çaşdırmaq üçün verə bilər ki, məsələn, Süleyman Ələsgərovun sözsüz mahnıları fortepiano üçün yazılıb. Bu fikir səhvdir. Və yaxud da tutalım verə bilər ki, Mendelssohnun sözsüz mahnıları, düzdür, Mendelssohn hardan tanıyacaq xalq çağı alətlərini, amma orada artıq imtahanda elə bir həyəcan olur ki, insanda düz bildiyini də səhv eləyə bilər. Ona görə mən vurğulayıram ki, yəni bunları belə bu şəkildə sizi qarışdırmaq üçün verə bilər. Artıq biz onlara inanmırıq, öz bildiyimizlə yola çıxırıq. Süleyman Ələsgərov yazıbdı xalq çağı alətləri orkestri üçün, ancaq Felix Mendelssohn fortepiano aləti üçün bəstələyibdi. Dünya musiqi tarixində ümumiyyətlə ilk dəfə də Alman bəstəkarı Felix Mendelssohn müraciət edib bu janra. Daha sonra isə bizim bəstəkarlardan Süleyman Ələsgərov da həmin janra müraciət eləmişdi. Sonra keçid eləyirik bir digər janrımıza, poeziya və kantata.
Kantata janrı haqqında biraz danışaq. Müəllimlər, bax, kantata nədir? Kantata bir yaxud çox hissəli, nağıl epik xarakterli, təntənəli əsərdir. Təntənəli, bir və yaxud çox hissəli, nağıl epik xarakterli, baxın, vokal simfonik əsərdir. Deməli, tərkibində bunun oxumaq da var. Vokal simfonik əsərdir. Kantata sözünün mənası, elə bu vokal sözdən yadınızda saxlayırsınız. Kantata sözünün mənası, müəllimlər, oxumaq deməkdir. Kantata ilk başlarda solo ifa olunsa da, daha sonra xorla ifa olunan janrlara daxil olunub. Bax, bunu da yaxşı yadınızda saxlayın. Çünki bəzən verirlər ki, xorla ifa olunan janrlara aid olanları seçin. Və müəllimlər, kantata janrının ən gözəl nümunələrini Johann Sebastian Bach yaradıb. Azərbaycanda isə ilk dəfə kantata janrına müraciət etmiş olan bəstəkar Üzeyir Hacıbəyli olub. Bax, bunu bir çox müəllim qarışdırır, gedir Qara Qarayevi götürür. Ancaq ilk dəfə Azərbaycanda kantatanı Üzeyir Hacıbəyli yaradıb. Qara Qarayev sadəcə olaraq kantata janrına müraciət eləyib və onun 2 dənə kantatası var. Biri Zamanın Bayraqdarıdır. Bir digəri isə Ürək mahnısı adlanan kantatadır. Demək, bir də ümumiləşdirək. Kantata janrına ilk dəfə müraciət eləyibdi bizdə Üzeyir Hacıbəyli. Qara Qarayev sadəcə olaraq kantata janrına müraciət eləyib. Zamanın Bayraqdarı, bir də Ürək mahnısı kantatasını yazıb. İlk dəfə Qara Qarayev yaratmayıb kantatanı. İlk dəfə Üzeyir Hacıbəyli yaradıb. Xaricdə isə Johann Sebastian Bach bu janrın ən gözəl nümunələrini yaratmış bəstəkar hesab olunmuşdu. İndi keçid eləyirik bizim ən belə maraqlı mövzularımız olan libretto və balet, eyni zamanda da operetta haqqında sizə danışmaq istəyirəm. Müəllimlər, baxın, ümumiyyətlə, yəni bizim deyəndə ki, iri həcmli musiqi əsərləri hansılardır? Baxın, iri həcmli musiqili səhnə əsərləri. Hansılar olacaqdır? Deməli, başlayacağıq operadan. Opera, sonra gələcəyik operettaya, sonda gələcəyik baletə. Baxın, opera, operetta və balet ən iri həcmli, bax, ən sözündə yazıram bura, ən iri həcmli musiqili səhnə əsərləridir. Baxın, opera vokal instrumental dram əsərdir. Yəni, bu əsər qəmlidir. Sonu qəmli bitir. Hadisələr müəyyən qədər elə bil çətin bir vəziyyətdə, dar bir vəziyyətdən keçir orada əsərin baş qəhrəmanı. Operetta amma deməli, həm danışıq epizodlarından, vokal rəqs səhnələrindən, oxumaqdan, oynamaqdan ibarət olan şən xarakterdə olan musiqili səhnə əsəridir. Deməli, vokal rəqs səhnələrindən və danışıq epizodlarından ibarət olan komediya məzmunlu, elə komediya nə deməkdir? Şən məzmunlu, şən xarakterli musiqili əsərdir. Opera ilə fərqi budur ki, opera qəmlidir, ancaq operetta şəndir. Bəs müəllim, balet nədir? Balet isə müəllimlər xoreoqrafik tamaşadır.
Balet isə xoreografik tamaşadır. Deməli müəllimlər, bax opera oldu dram əsəri, yəni qəmli. Operetta oldu şən. Balet də xoreografik tamaşadır və xarakter baxımından şən də ola bilər, qəmli də ola bilər. Bunların hər üçünün ortaq nöqtəsi dedikdə nəyi deyə bilərik? Hər üçü mütləq şəkildə simfonik orkestrın ifası ilə səslənir. Simfonik orkestrda səslənir. Hər üçü iri həcmli, musiqili səhnə əsəridir. Bir də müəllimlər, bunların hər üçü də libretto olmadan yarana bilmir. Yəni libretto əsasında yaranır. Yəni bu hissədən biraz dəyişiklik eləyək. Libretto əsasında yaranır. Bir də ümumiləşdirək. Opera, operetta və baletin ortaq cəhətləri nədir? Deyəndə deyirsiniz ki, müəllim, hər üçü simfonik orkestrın ifasında səslənir. Bax, simfonik orkestrın ifasında səslənir. Hər üçü iri həcmli musiqili səhnə əsəridir. Hər üçü libretto əsasında yaranır. Bəs yaxşı, gəlin baxaq görək. Ümumiyyətlə libretto özü nəyə deyilir? Bax, deyirik libretto əsasında yaranır. Görək libretto nədir? Müəllimlər, libretto böyük musiqili səhnə əsərinin yazılı mətnidir. Yəni, baxın, nə operanı, nə operettanı, nə də baleti libretto olmadan yaratmaq mümkün deyil. Deməli, həm operanın, həm operettanın, həm baletin musiqiləri yazılmazdan öncə, bax, musiqisi yazılmamışdan öncə nəyi hazırlanır? Librettosu yazılmalıdır. Daha sonra həmin librettoya uyğun olaraq müəyyən musiqilər bəstələnir. Baxın, operada əsərin mətni bizə nəyin vasitəsilə çatdırılır? Ən çox oxumaq, bir də rəqs səhnələri ilə. Operetta da nə ilə çatdırılacaq? Həm oxumaq, həm rəqs etmək, həm də müəllimlər, bax, bu xüsusi vurğulanacaq dialoqlarla. Bəs müəllim, baletdə necə olur? Baletdə adından da göründüyü kimi yalnız rəqs etməklə. Yalnız rəqs etməklə çatdırılacaq baletdə əsərin librettosu bizə. Baxın, indi gəlin bir dənə fikir verək, görək. Bunların libretto baxımından fərqi nədir? Bax, operada dedik ki, operada neyinirik? Oxumaq var, rəqs səhnələri var. Amma nə yoxdur? Baxın, dialoq yoxdur. Yazıram bura. Dialoq yoxdur. Operettanın librettosunda hər şey var, sərbəstdir də, yəni bu janr nə istəsə onu da eləyə bilər.
İstəsə həmin əsərin tərkibinə bəstəkar oxumaq əlavə eləyə bilər, istəsə rəqs etmək əlavə eləyə bilər, istəsə səhnə boyu dialoqlardan istifadə eləyər. Yəni bir növ operetta sərbəst bir janr kimi, librettosunda da sərbəstlik var. Yəni orada oxumaq da var, rəqs eləmək də var, dialoqlar da var. Amma balet necədir? Baletdə isə tam tərsi, yalnız rəqs etmək var. Yəni biz baletdə nə oxumaq görməyəcəyik, nə də dialoq qurmaq, yəni danışmaq yoxdur. Bax, bunun əsas məqamlarından, libretto baxımından əsas məqamlarından biri də bu idi. İndi keçid eləyirik, görək bunlar necə olub yaranıblar. Ümumiyyətlə librettodur, demək operadır, operettadır, baletdir. Bunlar hərəsi fərqli-fərqli ölkələrdə yaranıb. Baxın, məsələn, bizim 2 dənə janrımız var ki, onlar Fransada yaranıb. Fransada yaranan janrlar hansılardır? Biri baletdir, bir digəri operettadır. İtaliyada yaranan janr isə operadır. Bunların hərəsi haqqında ayrı-ayrılıqda danışaq. Gəlin baxaq görək. Birinci gəlin baxaq baletə. Balet sözünün mənası müəllimlər rəqs edirəm deməkdir. Tərcümə elədikdə. Operetta musiqili komediyadır. İkinci adı ilə musiqili komediya da deyə bilərlər hər hansısa operetta janrında yazılmış əsərə. Opera sözünün mənası əsər, iş, əmək və yaxud da zəhmət deməkdir. Biraz opera haqqında danışaq. İlk operalar müəllimlər İtaliyada yaranıbdı. İtaliyada yaradıcısı olubdu Claudio Monteverdi. Azərbaycanda isə bu janrın ilk yaradıcısı olubdu Üzeyir Hacıbəyli. Rusiyada isə ilk dəfə opera janrına müraciət eləmiş olan bəstəkar Mixail Glinka olmuşdu. Deməli, Rusiyada ilk dəfə Mixail Glinka yaradıb. Rusiyada. Azərbaycanda Üzeyir Hacıbəyli. İtaliyada isə Claudio Monteverdi tərəfindən operalar yaranmışdı. Gəlin baxaq görək, ümumiyyətlə ilk yaranmış Azərbaycanda operanın adı nə olubdu? Azərbaycanda ilk yaranmış olan, deməli, operanın adı olacaqdı Leyli və Məcnun muğam operası. Leyli və Məcnun muğam operası. Deməli, Azərbaycanda olan ilk opera Leyli və Məcnundur. Leyli və Məcnun operası muğam operadır. Hansı ki, Üzeyir Hacıbəyli ilk dəfə klassik Avropa operasına muğam əlavə eləyərək muğam opera janrını yaratdı. Muğam opera janrını gətirdi. Və müəllimlər, Leyli və Məcnun operası Məhəmməd Füzulinin, bax bu həmişə düşən sualdır. Məhəmməd Füzulinin, Nizaminin yox, Məhəmməd Füzulinin Leyli və Məcnun poemasından yaranıb.
Əsərin librettosu elə Üzeyir bəydir. Librettosu Üzeyir bəyə məxsusdur. Bir də müəllimlər, Üzeyir Hacıbəylinin yaradıcılığında olan bir digər operanın adı Koroğlu operasıdır. Ancaq həmin opera muğam opera deyil. Baxın, Koroğlu operasını yazıb bir də bəstəkarımız. Koroğlu opera ilk klassik tipli operadır. Əsər Koroğlu dastanı əsasında yazılıb. Və müəllimlər, əsərin librettosu yeganə Üzeyir Hacıbəylinin operasıdır ki, Koroğlu operası onun librettosunu özü yox, Məmməd Səid Ordubadi yazıb. Üzeyir Hacıbəylinin ümumilikdə 7 operası var. 6 dənəsi muğam operadır. Biri klassik operadır. Təkcə klassik operasının libretto müəllifi Ordubadidir. Amma yerdə qalan bütün muğam operalarının librettosu isə elə Üzeyir Hacıbəylinin özünə məxsusdur. Üzeyir Hacıbəylinin özünə məxsusdur. Məsələn, sizə sual düşə bilər ki, Üzeyir Hacıbəylinin ümumi 6 operası var. Bax, o fikir səhv olacaq. Çünki ümumi 7 operası var. Amma məsələn, deyə bilər ki, neçə muğam operası var? Orada artıq 6-nı götürə biləcəksiniz. Bunu da ən geniş versiyasını 6-cı sinifdə tanış olmaq olar. Sonra gəlin baxaq nəyə? Operettaya və baletə. Müəllimlər, operetta və balet hər ikisi də Fransada yaranıb. Operetta janrının ilk dəfə Fransada yaradıcısı 19-cu əsrin ortalarında Jacques Offenbach olmuşdu. Jacques Offenbach olmuşdu. Azərbaycanda isə ilk dəfə operetta janrına müraciət edən bəstəkar olubdu Üzeyir Hacıbəyli. Üzeyir Hacıbəyli cəmi 3 dənə operetta yazıb. Müəllim, bunlar hansılardır? İlk operettası Ər və Arvad, hansı ki operetta janrının təməlini qoyub bundan 1909. İkinci O olmasın, bu olsun 1910 və sonuncu ən məşhuru Arşın Mal Alan operettasıdır. 1913-cü ildə yazıb bəstəkar həmin operettasını. Və müəllimlər, Üzeyir Hacıbəyli, bax buradan bir də ümumiləşdirək, 3 dənə operetta yazıb cəmi, Ər və Arvad, O olmasın, bu olsun, sonuncu və ən məşhur olanı Arşın Mal Alan və bir daha vurğulamaq istəyirəm ki, hər 3 operettasının da libretto müəllifi elə Üzeyir Hacıbəylinin bax özü olubdu. Üzeyir Hacıbəylinin özü olubdu, librettoları ona məxsusdur. Həm operettalarının, həm də sırf muğam operalarının. Amma müəllimlər, burada belə bir məqam var, hansı ki Arşın Mal Alandan danışmaq istəyirəm indi. Gəlin biraz lövhəmizi təmizləyək, oradan danışaq. Üzeyir Hacıbəylinin
Arşın Mal operettasında Arşın Mal operettasında hadisələr Şuşa şəhərində, Şuşada baş verir. Əsərdə Vəli, Telli, Asya, Soltan bəy, Cahan xala, sonra əsərin baş qəhrəmanları Gülçöhrə, Əsgər kimi obrazlar var. Bu əsərdə Cahan xalanın kupletləri, Əsgərin ariyası səslənir və Üzeyir Hacıbəyli Əsgərin ariyasında sırf baxın Əsgərin ariyasından söhbət gedir. Burada Məhəmməd Füzulinin qəzəlindən istifadə edib. Və burada diqqətli olmağınız xahiş olunur. Çünki bu sual bizə düşmüş sualdır. Üzeyir Hacıbəyli əsərin librettosunu bütövlükdə Məhəmməd Füzulinin əsərindən yazmayıb. Bütövlükdə librettosunu Məhəmməd Füzuli əsərə yaradıcılığından bəhrələnərək yazmış olduğu əsəri Leyli və Məcnun operasıdır. Amma sırf bircə dənə Əsgərin ariyasında istifadə eləyibdir Məhəmməd Füzulinin qəzəlindən, o da Arşın Mal operettasında olacaq. Əsərin librettosunu sırf Üzeyir Hacıbəyli özü yazıb, heç nəyə müraciət eləməyib. Bircə dənə Əsgərin ariyasında ancaq Füzulinin qəzəlinə müraciət eləmişdi. İndi keçid eləyirik biz. Biraz da balet haqqında mən qısa məlumat vermək istəyirəm. Demək, müəllimlər, gəlin baxaq biz balet janrına. Balet də operetta kimi ilk dəfə Fransada yaranıb. Balet də ilk dəfə Fransada yaranmışdı. Deməli, balet sözünün mənası fransız dilindən tərcümədə rəqs edirəm deməkdir. İlk balet Kraliçanın gülməli baletidir. Və xoreoqraf müəllimlər baleti səhnələşdirən şəxsdir. Xoreoqrafı İtalyan, bu da fransız deyil, İtalyandır. İtalyan xoreoqraf Baltazarino olub. Rusiyada ilk dəfə balet janrına müraciət edən bəstəkar Çaykovskidir. Çaykovskidən sonra Igor Stravinski və Prokofyev həmin bu balet janrına müraciət eləmişlər. Azərbaycanda yazılmış ilk baletin müəllifi olubdu Əfrasiyab Bədəlbəyli. Əfrasiyab Bədəlbəyli Qız Qalası baleti ilə Azərbaycanda balet janrının əsasını qoyub. Libretto müəllifi özünə aiddir. Yəni Əfrasiyab Bədəlbəyli yazıb. Əsər cəmi 3 pərdəlidir. 3 pərdəli baletdir. İlk milli baletimizin də adı nə oldu? Qız Qalası baleti olub. Baletin müəllifi Əfrasiyab Bədəlbəyli olmuşdu. Bəzən Üzeyir Hacıbəyli götürürlər. Üzeyir Hacıbəyli yadınızda qalsın, heç bir zaman balet janrına müraciət etməmişdir.
Və ilk dəfə səhnəyə qoyulan, deməli Fransada olan ilk baletin adı Kraliçanın Gülməli baleti olmuşdu və onun xoreoqrafı isə İtalyan, bax fransız deyil bu da, İtalyan xoreoqraf Baltasarini olubdu. Müəllimlər, bir də bizim burada baletdə səslənən musiqi nömrəmiz var. Adı Adagio adlanır. Bu da bizə miqdə düşmüş suallardan biridir. Baxın, Adagio iki mənada işlənir. Bir, baletdə iki nəfərin oynadığı rəqsdir. Bir də Adagio tempdir. Temp kimi ağır templər siyahısına daxildir. Misal bizə miqdə sual düşmüşdü ki, həm ağır tempdir, həm də baletdə iki nəfərin oynadığı rəqsin adına deyilir. Və orada bizdən cavabı tapmaq istəmişdilər. Cavab nə olacaq onda? Adagio olacaqdı. Bunu da yaxşı yadınızda saxlayın. Sonra gələk, biraz da biz danışaq deməli ansambldan qısa bir məlumat verək. Müəllimlər, ansambl nədir? Bax, bir neçə musiqiçinin birgə ifasına deyilir. Və ansamblın da tərkibindən biz məsələn elə olur ki, 2 nəfərlik ifalar yaradırıq. 2 nəfərlik. Sonra 3 nəfərlik. 4 5 nəfərlik. Baxın, burada bu ifaların hər birinə müəyyən adlar verilir. Məsələn, 2 nəfərlik ifaya duet deyilir. 3 nəfərlik ifaya trio deyilir, 4 nəfərlik ifaya kvartet, 5 nəfərlik ifaya isə biz kvintet demişik. Yəni, bax, bu görmüş oldu. Məsələn, yox, əgər 2 nəfər yox, ümumiyyətlə 1 nəfərin ifası, bax, bunu aşağıdan yazacağım. Çünki biz ansambldan danışırıqsa, ansamblda 1 nəfər olmur. 1 nəfərlik ifa isə solo ifa adlanır. Yəni, indi biz buradan nəyə baxmalıyıq? Məsələn, bizə bəzən belə suallar düşür miqdə ki, tutalım, müəllim 3 nəfərlik ifa hazırlayır. 3 nəfərlik. Sonra ora gətirir, 2 nəfər də əlavə eləyir. 2 nəfər də əlavə eləyir. Deyir, müəllim birinci dəfə hansı ifa tərzindən istifadə edib, sonra hansının ifa tərzindən istifadə edib. Mən baxıram ki, 3 nəfərlik ifa nə adlanır? Trio. Yazıram bura tez trio. Sonra 3-ün üstünə 2 nəfər də gəlib də. Deməli, 5 nəfərlə davam edib. 5 nəfərlik ifam nə adlanır? Bax, 5 nəfərlik kvintet. Burada yazıram kvintet. Deməli, müəllim birinci trio, sonra isə kvintet ifa tərzindən istifadə etmişdi. Bugünlük bu qədər olacaq müəllimlər. Mən sizə 5-ci sinifi yüngül tərzdə, sadə formada, kitabı oxumağınıza ehtiyac olmayacaq tərzdə izah elədim. Ümid edirəm ki, hər biriniz xeyrini görərsiniz. Bugünlük bu qədər olsun. Gecəniz xeyrə qalsın.